Name it to tame it texnikasından danışmaq istəyirəm. Hansı ki, sinir sistemimiz panika, əsəb halında bunu naməlum təhlükə olaraq qəbul edir və bu halda bu üç cümləni özünə deməyini tövsiyə edərdim. İndi bədənimdə var sıxılma, gərginlik və s. fərqli hisslər ola bilər. Bu hissin adı qorxu, inciklik, dəyərsizlik, fərqi yoxdur nə hiss gəlirsə, göz yumulu şəkildə bunu cavabla və mənim ehtiyacım var. Ehtiyacın olan nədir? Huzur, rahatlıq, dəyər, sevgi, görülmə, eşidilmə, anlaşılma, fərqi yoxdur. Bunları sadəcə göz yumulu şəkildə hiss edərək, bədəninə toxunaraq de və hər sualdan sonra dərin nəfəs alırıq, buraxırıq ah səsi ilə və ehtiyacım olan hissədə tutalım ki, mənim ehtiyacım var rahat yuxu yatmağa və yaxud da ki, huzurlu bir anlaşılmağa, sevgi dilinə misal üçün və o hissi bir rəng olaraq səmadan, saçının telindən ayaq dabanlarına qədər töküldüyünü təsəvvür elə, bütünlüklə bədəninə qəbul elə. Bu qədər sadə.